İnsanların çoxuna uysan, onlar səni azdırarlar. Deməli, yalnız qabıqla kifayətlənənlər azğınlığa düşürlər. Əhl-i Beytdən gələn başqa bir rəvayətdə isə deyilir: bilmədiyin şey haqqında danışma. İmam Əli əleyhissalam buyurur: həqiqətin çoxu sizin inkar etdiyiniz və zahirin arxasında gizli qalan şeylərdədir. İmam Əli əleyhissalam başqa bir hədisdə buyurur: həqiqət ağır və qidalıdır, yumurtanın içi kimidir. Batil isə yüngül və zərərlidir. Bu, sənə boğaz ağrısı verməkdən və ya aşağı enərkən boğazını cızmaqdan başqa heç bir fayda verməyəcək. Halbuki insanların çoxu dini qiymətləndirərkən belə düşünür: xoş gəlirsə, alışılıbsa, kütlə tərəfindən qəbul olunubsa, deməli doğrudur. Yox, əgər qəribədirsə, narahat edicidirsə, deməli yanlışdır. Amma bu, Muhammed və Ali Muhammed əleyhissalamın sözlərinə tamamilə